Növbəti YouTube izah videomuzun mövzusu Qaraxanlı dövlətidir. Qaraxanlı dövlətinin mövcudluq illəri 840-1212-ci illər olmuşdu. Dövlətin yaranmasından danışmamışdan qabaq hansı hadisə baş vermişdi ki, dövlətin yaranmasına şərait yaranmışdı? Biz bundan danışmalıyıq. Deməli, 9-cu əsrdə İslam dünyasının tarixində türk tayfaları, türk nəsilləri geniş rol oynamaya başlamışdı. Nəyə görə? Çünki ərəblərə qarşı üsyanlar baş vermişdi. Hansı ki, biz bu üsyanlara, məsələn, Azərbaycan tarixindən 748-752-ci illərdə müsafir üsyanını, daha sonra 778-837-ci illərdə Xürrəmlər hərəkatını misal gətirə bilərik ki, bütün bu üsyanlar ərəb xilafətini zəifləmişdi və bu zəifləmədən istifadə edən türklər öz ərazilərində yeni dövlətlər yaratmaya başlamışdılar. Yenə də məsələn Azərbaycan tarixində 861-ci ildə Şirvanşahlar, 898-ci ildə Sacilər 9-cu əsrdə meydana gəlmişdi. Daha sonrası 10-cu əsrdə biz bilirik ki, bizim Salarilər, Rəvadilər və Şəddadilər kimi feodal dövlətlərimiz də meydana gəlmişdi xilafətin zəifləməsindən sonra. Digər türk dövlətlərindən biri isə Qaraxanlı və Qəznəli dövlətlər olmuşdu. Biz bugün birinci Qaraxanlıdan, daha sonra Qəznəli dövlətindən danışacağıq. Qaraxanlılar Göytürklər kimi Aşina soyuna mənsubdular. Onlar özlərini qədim soylardan olan Alper Tonqanın nəslindən hesab edirdilər. Dövlət kimi meydana gəlməmişdən əvvəl 1-ci, 2-ci Göytürk dövlətinə tabi olmuş, daha sonra Uyğurlara tabi olmuşdu. Lakin bir müddətdən sonra Qutluq, Bilgə, Qədirxan, Qarluq tayfalarını da öz ətrafında birləşdirərək 840-cı ildə Qaraxanlı dövləti yaratmışdı və özünə də Qaraxan titulunu götürmüşdü. Artıq biz bilirik ki, Qara qədim türkcədən böyük deməkdir, yəni böyük xan. Qaraxanın dövründə ölkənin sərhədləri Tian-Şan dağlarına qədər gedib çatmışdı. Ölkənin isə paytaxtları hansı şəhərlərdir? Qaşqardır, Balasagun və Üzyen şəhərlərini biz deyə bilərik ki, Qaraxanlı dövlətinin paytaxtıdır. Ayrı biz Qaraxandan, yəni Qutluq Bilgə Qədirxandan əlavə bir şey deməyəcəyik. Qutluq Bilgə Qədirdən sonra hakimiyyətə Satıq Buğra gələcək. Satıq Buğra. Satıq Buğranın hakimiyyəti illərində 932-ci ildə İslam rəsmi dövlət dini olacaq. 942-ci ildə isə özünə Xaqan titulu götürəcək və dövlətin paytaxtını dəyişdirəcək. İslam dininin ölkə ərazisinə yayılması Qaraxanlı dövlətinin daha da belə desək güclənməsinə, burada türk ünsürlərinin daha da artmasına səbəb olmuşdu. Qaraxanlı dövləti 999-cu ildə Qəznəli dövləti ilə müttəfiq olaraq Samanilər dövlətinin varlığına son qoymuş və dövlətin sərhədlərini xeylən bir genişləndirmişdi. Lakin bir müddətdən sonra 11-ci əsrin 40-cı illərində Qaraxanlılar dövləti zəifləmişdi. Ölkə ərazisində olan feodal çəkişmələr, dini pərakəndəli və s. dövləti zəiflədir və dövlət Şərqi Qaraxanlı və Qərbi Qaraxanlı dövlətlərinə parçalanır. Deməli, indi biz danışaq Şərqi Qaraxanlı və Qərbi Qaraxanlı dövlətlərindən. Dövlətimiz də parçalandı. 1042-ci ildə oldu Şərqi Qaraxanlı, bir də Qərbi Qaraxanlı. Şərqi Qaraxanlının varlığına Qarakitaylar son qoyur 13-cü əsrdə. Qərbi Qaraxanlının varlığını isə 1212-ci ildə Xarəzmşahlar son qoyur. Və bununla da Qaraxanlı dövlətinin varlığı 1212-ci ildə tamamilə başa çatır. İndi isə lövhəmizi təmizləyək və keçək Qəznəli dövlətinə. İndi isə davam edək Qəznəlilər dövlətindən. Qəznəlilər dövləti 962-ci ildən 1187-ci ilə qədər mövcud olmuş türk dövlətidir. Hansı ki, bu dövrdə Nəvar Nəhr vasitəsilə bura yeni türk tayfaları gətirirdilər və bu türk tayfaları içərisində özünü müstəqil elan etmək istəyən şəxslər var idi ki, hansı ki, bu şəxslərdən də biri Alptəkin idi. Alptəkin 962-ci ildə Qəznə şəhərinə gələrək burada Qəznəlilər dövlətinin əsasını qoydu 962-ci ildə. Lakin dövlətin ən yadda qalan hökmdarlarından biri Sultan Mahmud Qəznəli olmuşdu. Mahmud Qəznəli. O 998-1030-cu illərdə hakimiyyətdə olmuşdu və hakimiyyəti illərində bir çox yeniliklər, bir çox geniş ərazilər fəthiləmişdi. Hansı ki, onun fəthilərinin ən birincilərindən biri 999-cu ildə Qaraxanlı dövləti ilə müttəfiq olub Samanilər dövlətini süquta uğratması olmuşdu ki, hansı ki, Samanilərin də ərazisini öz hakimiyyəti altına almışdı. Daha sonra Sultan Mahmud Qəznəlinin hakimiyyəti illərinin ən əsas üsullərindən biri Hindistana olan fasiləsiz yürüşləridir. Hansı ki, Hindistana o hakimiyyəti illərində düz 17 dəfə hücum edib. Hindistanın tez-tez hücum etməsi Hindistanın ticarət yollarını və zəngin sərvətini ələ keçirməkdən ibarət idi. Onun bütün bu Hindistana yürüşləri və s. Ərəb xəlifəsinin də belə desək ki, qulağına bir növ çatmışdır və Ərəb xəlifəsi Sultan Mahmud Qəznəlini Sultan
deyə tanımışdı. Yadımızda saxlayaq. Türk dünyasının ilk sultanı Sultan Mahmud Qəznəlidir. Azərbaycan taxtının ilk sultanı isə Qızıl Arslandır. Şəmsəddin Eldənizdən. Şəmsəddin Eldənizin oğlu Qızıl Arslandır. Oğulluğu yox. Bilir ki, oğulluğu Arslandır, öz oğlu Qızıl Arslandır. Azərbaycan tarixinin ilk sultanı olmuşdu. Ümumi dünya Türk tarixinin də ilk sultanı Sultan Mahmud Qəznəli olmuşdu. Sultan Mahmud Qəznəlinin hakimiyyətindən sonra, yəni onun vəfatından sonra dövlət xeyli bir zəifləmişdi və hakimiyyətə Sultan Mahmud Qəznəlinin oğlu Sultan Məsud gəlmişdi. Sultan Məsudun dövründə artıq Səlcuqlar böyük siyasi bir qüvvəyə çevrilmişdi və tərəflər arasında 1040-cı ildə Dəndənəkan döyüşü baş verdi. Dəndənəkan döyüşü nəticəsində Sultan Məsudun qoşunları məğlub olur və Səlcuqlar qalib gəlir. Səlcuqlar qalib gəldikdən sonra Sultan Məsudu və onun qoşunlarını ümumiyyətcə buradan sıxışdırıb çıxarırlar. Onlar geri çəkilməyə məcbur olur. Bundan sonra Qəznəlilər dövləti zəifləyir və belə bir vaxtda Gürlü tayfaları ilə onların münasibətləri kəskinləşir. Gürlü tayfalarla münasibəti kəskinləşir və Gürlü tayfaları Lahora hücum edərək Lahoru yandırır. Bu arada dövlətin birinci paytaxtı Qəznə şəhəri olur. Lakin Dəndənəkan döyüşündən sonra paytaxt Lahor şəhərinə köçürülür. Lahorda 1187-ci ildə Gürlülər tərəfindən yandırılır. Və beləliklə 1187-ci ildə Qəznəlilər dövləti də sübut etmiş olur.